Son zaman 5 dənə boşanma rast gələndə ən azı ikisi görürsən hicablıdır. Qardaş namaz qılan bacı da hicablı. Bu bizim üçün İmam Sadiq əleyhissalamın şiəsi üçün ən böyük nöqsanlardan biridir. Ya sən dindən çıxıbsan, ya sən dindən çıxıbsan. Ya sən İmam Sadiqin şiəçiliyindən çıxıbsan, ya sən İmam Sadiqin şiəçiliyindən çıxıbsan. Əgər sən İmam Sadiqin fər'innənsənsə, onun məzhəbi ilə, onun hökmü ilə, onun ayə ilə, təfsir elədici ayə ilə başına hicab bağlayırsansa, sən də alnı möhrə döyürsənsə, sizi birləşdirən yeganə bir dənə yer var və yol var. Əgər siz ayrılırsa, deməli biriz nədir? Dindən çıxırsınız. 2 dənə savaşanın biri hökmən batildir. Ona diqqət olunmalıdır. Xüsusən İslam cəmiyyətindəki biz ki, gəlib o İmam Rizanın hədisini oxuyacaq, orada İslam cəmiyyətindən danışacaq. Mən bu mövzu ki, gəldi bu yerə çıxdı, bir neçə dənə şeyə, ailəvi məsələlərə istəyirəm bir işarə eləyəm. Baxın, ata bir dənə səhv eləyib çıxıb gedib ara. Deyirlər onun natalığı. Bu yalan sözdür. Xanım indi hicab bağlayıb. Kişi hələ hidayət olub namaza gəlməyib. Xanım olub evdə kim? Ağa. Heç şəriətimizdə elə bir şey yoxdur. Xanımın vəzifəsi hicab bağlamaqdır, acı. Allaha görə hicab bağlayır, ərinə görə hicab bağlamır ki. Xanım hicab bağladı, əri hətta binamaz da olsa belə, şərabxor da olsa, ərinin hökmü onun üstündən götürülmür. Evdən çıxanda gərək o ərdən icazə alsın. Evdən çıxanda gərək o ərdə, binamaz ərdən gərək icazə alsın. Məşədə də getsə icazə alsın, Kərbəlaya da getsə icazə alsın, Bibeybətə də getsə icazə alsın, ondan sonra Nəcəfə də getsə icazə alsın. Hətta açın fikrimizdə baxın, bəzi hallarda özünün pulu olsa, boynuna həcc vacib gəlsə belə ki Allah'ın haqqıdır, yenə nədir? Bəzi hallarda ərindən icazə almalıdır. Bəzi hallarda. Çünki kişinin arvadın üstündə hakimiyyətin Allah bərpa eləyib. Allah da böyük hakimdir. Allah bunların taydır ki, öz qoyduğu vəzifəni özü tapdalasın. O hakimiyyətin bir tərəfidir bu. Valideynlik hüququ, ər-arvadlıq hüququ. Düzdür, arvadın da haqqı çoxdur kişinin boynunda. Bundan danışmışıq ki, sizə sərf eləmir. Hətta doğduğu, dünyaya gətirdiyi uşağa da süd verməyə bilər. Hətta ona görə ərindən ücrət də ala bilər, pul da ala bilər. Belə deyər ki, mən üçün isti su gətir, təmin elə. İndi şükür Allah kombiyat var da hamısı. İsti su, deyir məsələn bu çox istidir, bunu ilıq eləcinən. Vay halına kişilərin. İlıq eləcinən, kişi gərək, əgər o şəri vəzifəsin, uşağın yumaqdan ötürü, dəstəmaz almaqdan ötürü, quslunu eləməkdən ötürü, o forması lazımsa kişiyə vacibdir, onları təmin eləsin ondan. Amma arvadın da vəzifəsini dedim. Çox əfsus ki, büyünləri mövcuddur elə şeylər, ha. Xanımlar elə bilirlər ki, biz elə hicab bağlamışıq, kişinin dədəsinin də boynunda ağlamışıq, öz boynunda da ağlamışıq. Əslində, bir kişinin əgər Allah icazə versə 50 dənə arvadı ola, 50'si də bir icab ola, elə o boynuna düşən əmri be məruf ünvanında ona dedi, qəbul eləmədi, onun 50'sini də cəhənnəmə aparanda belə kişinin bir dənə tükü də cəhənnəmdə yanmayacaq. Heç iyin də hiss eləməyəcək. Məlum, hicab geyimsən Allaha görə, hicab geyimsən, sən gərək biraz da xanım Zəhra kimi olasan, biraz da xanım Zeynəb kimi olasan, sən gərək başqalarına nəsiyyət verəsən, bir dənə dini başa düşməyən, hicabsız, namaz qılmayan, oruç tutmayan, İslam əxlaqından və İslam adətindən xəbəri olmayan, bu institutda oxuyan, universitetdə oxuyan, dindən uzaq cəmiyyətdə olan normal o qədər xanımlar var ki, bilmirlər, sən gərək gedib onlara başa salasan ki, ərin icazə verməsə gərək evdən çölə çıxmayasan, ərin icazə verməsə gərək heç qonşuya da getməyəsən və bunu da əməli surətdə göstərəsən. Yoxsa mən hicablıyam, gedir Məşəddən zəng eləyir ki, da kişi, yeməyin xaladenlikdədir, mən gəldim Məşədə. Belə şey ola. Bu hicablılıq, hicab hicablılığındadır. Amma o qadın naşizədir. Yəni kişi eləyə bilər, onu neynəsin? Hüququndan məhrum eləsin.
Elə desin ki, o bir dənə hicabın var köhnə. Elə onunla da ömrünün axırına, elə ona büküb inşallah səni bastıracam. Bu cürə. Bu, cəmiyyətimizdə çox aktual bir dənə məsələdir ki, qulağımıza da çatır hər tərəfdən. İllərlə adam istəmir bəzən bu şeyləri çox ağartsın ki, bilinsin biz dindarların içərisində belə şeylər var. Amma var, da adam bəzən məcbur olur deyib, bunlar islah olmalıdır. Bir xanım ki, bax o hicabına uyğun, uşağı ilə, övladı ilə, əri ilə, ondan sonra qardaşı ilə, atası ilə, qonşusu ilə, padruqası ilə, bacılığı ilə, bacısı ilə, qardaşı ilə, İslami əxlaqa uyğun hərəkət eləmirsə, o heç vaxt xanım Zeynəbin yanında, yaxınında dayananlardan ola bilməz. Mən bunu təkidlə deyirəm, əlində də dəlil var. Heç bir, istər sizin acığınız gəlsin, istər xanımların acığı gəlsin. Laf belə xanım Həvvanın da acığı gəlsə, şəriətimiz belə deyir. Səyyidətün Nisail aləmin olan xanım Zəhra, halbuki xanım Həvva onu göydə şəklin görəndə, Həzrəti Adəm onun adını çəkdi, tövbəsi qəbul oldu. Həmin xanım Həvva da belədirsə, əlauzübillah, yenə xeyri yoxdur. Xanım Zeynəbin yanında dayanmaqdan ötürü, hər şeydən ötürü birinci İslam əxlaqı ilə əxlaqlanmaq lazımdır. İstər kişi olsun, istər qadın olsun. İndi kişi tezlərindən axşama qədər işləyib, çörək qazanıb, gəlib evə. Gəlir evə görsən ki, bir dənə qışqır bağır salır mənim kimi, çörək hanı, çay hanı, mən sizdən ötürü, sənin vəzifəndə getmişdin də. Sənin vəzifəndə getmişdin. Elə, çörək sən qazanmalıydın. Ənkəhtu zəvvətçü deyiləndə Allahın hökmü ilə bu xanımın və onun dünyaya gətirdiyi uşaqların yemək, içmək, paltar geymək həminsə, sən niyə minnət qoyursan? Getməz sən də o günahkar xanımın tayı. Hər halda məsələ nədir? Bu əxlaqi məsələlərdir ki, buna mən ona görə təkid eləyirəm ki, istəyirəm bizim hicablı xanımlarımız nümunə olsunlar. Bax o küçədə, bazarda, marşrutda, ondan sonra astanovkada, hətta irad eləyən çirkinlər var ha. İçərisi yanır da, bilirsən. Onun hicabı görəndə elə bil atasının, anasının başını kəsən adamı görür. Bunun dədəsi ilə nənəsinin toyu olub Komsomolskı. Qırmızı molla bunları xristit edib. Ondan da sonra verib buna haramı. Danışıb Allahın əleyhinə, mövzudan çıxdığı desən acı qırağa. Danışıb Allahın əleyhinə, veriblər buna maaşı. Bu da gəlib partbilet də düz ürəyinin üstündə. Hələ də bəzisi saxlayır. Yerə soxum səni. Hələ də bəzisi saxlayır. Sonra gətirib verib buna çörəyi, ondan da bu uşaq əmələ gəlib. Bu da olub əvvəl piyanar. Ondan sonra Komsomol nişanı taxıb döşünə. Ondan sonra partiya bileti. Ondan sonra Qvardeski. Ondan sonra Armiyeski. Ondan sonra Kutuzovski orden. İndi gəlib başında hicablı qadın görəndə bunun tüm var yoxu alışıb yanır. Tüstülənir. Ona görə də o məcburdur o sözü deməyə sizə. Amma siz də kunu duatən nasi bi qeyri əlsinətikum. Allah Quranda deyir ki, cəmaatı dillərinizlə dəvət eləməyin, cəmaatı əməlinizlə dəvət eləyin. İmam Sadiq əleyhissalam nə dedi? Kunu lənə zeynə və la təkunu ələynə şeynə. Bizə sərki olmayın, bizə zinət olun.